Salam dəyərli müəllimlər, hər vaxtınız xeyir. Bu videoda biz müsahibə mərhələsində hazırlaşan müəllimlərə dəstək olmaq məqsədi ilə ötən il müsahibə mərhələsində təqdim edilmiş bir neçə sualın izahına baxacağıq. İzaha keçməzdən öncə qeyd edeyim ki, əgər bu tipli videoları kanalımızda görmək istəyirsinizsə, kanalımıza abunə olub bildirişləri aktiv etməyi unutmayın. Eyni zamanda qeyd edeyim ki, əgər daha çox video kanalımızda görmək istəyirsinizsə, videomuzu bəyənməyi, öz dəyərli şərhlərinizi bizə bildirməyi və eyni zamanda videonu da öz yaxın həmkarlarınızla, müəllim dostlarınızla paylaşmağı unutmayın. İndi isə başlayaq sualların izahına. Birinci sualımız belədir ki, dəstəkləyici mühiti sinifdə necə formalaşdırarsınız? Qeyd etməlisiniz ki, dəstəkləyici mühit şagirdin özünü təhlükəsiz, dəyərli və rahat hiss etdiyi mühitdir. İlk növbədə pozitiv ünsiyyət məsələsinə diqqət yetirərəm. Yəni, şagirdlə empatiyaya əsaslanan inklüziv və hörmətli dil tərzi quraram. Daha sonra qeyd edə bilərsiniz ki, səhv etmək qorxusunu aradan qaldıraram. Səhvlərin öyrənmə prosesinin bir hissəsi olduğunu ona aşılayaram. Maddi, texniki və mənəvi baza, sinif otağını bərabərlik, ədalət və qarşılıqlı hörmət prinsipləri üzərində idarə edərəm. Daha sonra həvəsləndirmə məsələsinə diqqət yetirərəm. Belə ki, şagirdlərin yalnız yüksək nəticələrini deyil, nümayiş etdirdikləri səyləri və kiçik irəliləyişləri də mütəmadi olaraq stimullaşdıraram. Yəni, sinifdə dəstəkləyici mühiti formalaşdırmaq üçün bu tipli cümlələrdən, bu tipli sözlərdən istifadə edə bilərsiniz. Eyni zamanda öz şəxsi yanaşmanızı da əgər düzgündürsə, irəli sürə bilərsiniz. Yəni, öz cümlələrinizi də burada ifadə edə bilərsiniz. İkinci sualımız belədir ki, şagird dərsə geciksə, nə edərsiniz? Gecikmə zamanı əsas məqsəd dərsin ümumi axarını pozmamaq və şagirdi auditoriya qarşısında utandırmamaqdır. Dərhal reaksiya məsələsinə mütləq şəkildə diqqət yetirməlisiniz. Şagirdin sinifə sakitcə daxil olmasına icazə verərəm, dərsi dayandırmadan prosesə davam edərəm. Daha sonra diqqəti yayındırmamaq, gecikmə səbəbini bütün sinifin qarşısında sorğu-sual etmərəm ki, digər şagirdlərin diqqəti yayınmasın. Daha sonra fərdi söhbət apararam, yəni tənəffüsdə şagirdlə təkbətək danışıb, gecikmənin səbəbini, nəqliyyat, ailəvi və s. öyrənməyə çalışaram və gecikmələr əgər tez-tez baş verirsə, bu hal tez-tez təkrar olunursa, belə olan halda valideynlə əlaqə saxlayıb problemi birlikdə həll etməyə çalışaram. Bax, bu suala da belə cavab verə bilərsiniz. Üçüncü sualda qeyd olunub ki, qayğıya ehtiyacı olan şagirdə sinifdə necə davranarsınız? Qeyd edə bilərsiniz ki, bu kateqoriyaya emosional, sosial və ya xüsusi təhsil ehtiyacları inklüziv olan şagirdlər daxildir. Fərdi yanaşma tətbiq edərəm. Fərdi yanaşma prinsipinə baxaram. Şagirdin xüsusi ehtiyaclarını və güclü tərəflərini öncədən analiz edərəm. Və inteqrasiya, onu sinif fəaliyyətindən kənarda qoymuram. Digər yoldaşları ilə qrup işlərinə cəlb edirəm. Təhlükəsiz zona məsələsinə diqqət yetirirəm. Sinifdə ona qarşı hər hansı bir bullying, sıxışdırma və ya kənarlaşdırma halının qarşısını qətiyyətlə alaram. Həssas davranmağa çalışaram. Həssaslıq məsələsi ona kömək edərkən acımaq hissi ilə deyil, bərabər hüquqlu dəstək formasında nümayiş etdirməyə çalışaram ki, digər sinif yoldaşlarından özü arasında hər hansı bir fərq hiss etməsin. Daha sonra qeyd olunub ki, vətən müharibəsi haqqında danışın. Biz burada, yəni bu mövzu şagirdlərdə milli kimlik və vətənpərvərlik tərbiyəsinin formalaşdırılması baxımından dərslərdə xüsusi yer tutur. Tarixi fakt məsələsində qeyd edə bilərəm ki, 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən 2-ci Qarabağ müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə başa çatmışdı. Müzəffər ordumuz, Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad etmişdi. Şəhidlərimiz və qazilərimizdən danışa bilərik. Canını vətən uğrunda fəda edən qəhrəmanlarımızın xatirəsini dərslərdə hər zaman uca tutur, şagirdlərə nümunə göstərirəm. Təlim-tərbiyədə rolundan danışa bilərsiniz. Bu mövzunu təkcə tarix dərslərində deyil, digər fənlərdə, məsələn, ədəbiyyat, incəsənət və s. inteqrasiya edərək gənc nəslə vətən hissini aşılayaram.
Və eyni zamanda Vətən müharibəsinin 27 sentyabr 2020-dən bu tərəfə keçdiyi yollardan danışa bilərsiniz, hansı ki 2021-ci ildə olan qarşıdurma 22-də və ən sonda da 23-də hansı ki o antiterror əməliyyatı baş verdi də ora qədər gəlib çıxa bilərsiniz. Eyni zamanda üç tərəfli bəyanatdan da danışa bilərsiniz. Ümumi olaraq Vətən müharibəsini sona qədər danışa bilərsiniz. Bu günə qədər keçdiyi yollardan danışa bilərsiniz. Oxuyub anlamanı necə həyata keçirirsiniz? Oxuyub anlama mətndəki informasiyanı qəbul etmək, təhlil etmək və ondan nəticə çıxarmaq bacarığıdır. Bunu 3 mərhələdə reallaşdırıram. Bax, bu tipdə cavab verə bilərsiniz. Oxudan əvvəl şagirdlərdə maraq oyatmaq üçün mətnin başlığı, şəkilləri üzərində proqnozlar yürüdərək beyin həmləsi edirik. Daha sonra oxu zamanı diqqətli oxunu təmin etmək üçün BİBO, bilirəm, istəyirəm bilim, öyrəndim və yaxud da insert və ya qeyd etmə üsullarından istifadə edə bilərim. Yəni, yeni və çətin sözlərin kontekst daxilində mənasını aydınlaşdırmaq. Oxudan sonra mətnin ideyasını tapmaq üçün sual-cavab aparır, xülasə hazırlayır, Venn diaqramı ilə müqayisələr edir və ya mətndəki hadisələrə şagirdlərin şəxsi münasibətini, tənqidi təfəkkürünü öyrənirəm. Bax, bu formada cavab verə bilərsiniz. Eyni zamanda oxuyub anlamanı gücləndirmək üçün sizin hər hansı mətnlərdən istifadə etdiyinizi də sizdən ola bilər ki, soruşa bilərlər. Nə bilim, siz burada müxtəlif əsərlərin adlarını çəkə bilərsiniz. Bu əsərlər Azərbaycan yazıçılarının, şairlərinin əsərləri ola bilər və yaxud da dünya yazıçılarının indi ehtiyac yaranarsa da, siz bu vəziyyətdən də çıxış eləməyi bacarmalısınız. Yəni, deyə bilərlər ki, oxuyub anlamanı təmin etmək üçün hansı tipli mətnlərdən istifadə edirsiniz və məhz həmin mətndən niyə istifadə edirsiniz? Yəni, bu tipli sualları da sizə verə bilərlər. Qeyd edeyim ki, müsahibə mərhələsi, yəni burada siz həyəcanlanmayın. Yəni, bu sadəcə bir mərhələdir. Yəni, imtahan kimi çətin bir mərhələdən keçmisiniz. Bu isə sadəcə sizin, belə deyək də, bu illərlə çəkdiyiniz zəhmətin sinifdə yanaşdığınız pedaqoji, psixoloji səriştələrin ümumi bir cəmidir. Və özünüz haqqında bir məlumat hissəsidir. İlkin təəssürat yaratmaqdır. Bir şey də qeyd edeyim ki, siz mütləq şəkildə bu sualları hazırlaşırsınız, çox gözəl. Yəni, bunlara cavab vermək üçün çalışırsınız. Yadınızda qalsın ki, hər şey ilkin təəssüratdan başlayır. Sizin ilkin təəssürat yaratmaq üçün ikinci şansınız olmayacaq. Ona görə də özünü təqdim etmə mərhələsində özünüzü yaxşı təqdim etməlisiniz və çox səlis, axıcı bir nitqlə danışmalısınız ki, qarşı tərəfdə özünüz haqqında ilkin təəssüratı yaxşı formalaşdırasınız ki, növbəti mərhələlərdə, hansı ki, növbəti suallarda da onlar ona əsaslanaraq, yəni bir növ belə deyək də, doğru şəkildə desə, sizdən çəkinərək sualları verməyə çalışsınlar. Yəni, siz özünüzü orada bir növ, onlar sizdən müsahibə götürən kimi yox, siz onlardan müsahibə götürən kimi. Demirəm, burada bir aqressiya olsun, bir ego olsun. Söhbət burada özünə güvəndən gedir, özünə inamdan gedir. Yəni, özünə inam, özünə güvən işin, belə deyək də, bir 50%-nin görülməsidir. Çalışmaq lazımdır ki, ilkin təəssürat mütləq şəkildə yaxşı olsun ki, müsahibə mərhələsi də tez başa çatsın və axıcı davam eləsin. Bizim başımıza gəlib, dəfələrlə olub, sertifikasiya prosesini müəllim hazırlaşdırmışıq. Hansı ki, özünü təqdim etməni o qədər gözəl, o qədər əla formada təqdim edib ki, ona 1-2 sual verməklə kifayətləniblər. Ki, yəni bu müəllimə, yəni belə deyək də, çox sual verməyə ehtiyac yoxdur. Təbii ki, bu sizi arxayınlaşdırmasın. Bu demək deyil ki, siz gedib, məsələn, hansısa bir dünya görüşünə bağlı sualları oxumayın ki, nə də özümü yaxşı təqdim edəcəm, bu kifayət edəcək. Bu belə deyil. İndi sizdə müsahibə götürən tərəfin sizə yanaşması mütləqdir. Ola bilər ki, ona elə yanaşıblar, sizə başqa cür yanaşsınlar. Sadəcə bu təcrübədən irəli gələn məsələdir ki, mən bunu sizlə paylaşıram ki, mütləq yadınızda qalsın ki, ilkin təəssürat önəmlidir, özünüzü təqdim etmək. O bir kiçik mətn parçasıdır da, kanalımızda da onunla bağlı video paylaşmışıq. Özünü təqdim etməklə bağlı, hansı ki, təcrübədən keçirdiyimiz bir mətn parçası var, indi onu özünüzə uyğunlaşdıraraq təqdim edə bilərsiniz. Yəni, Fatih Akademiya kanalında axtarsanız, müsahibə mərhələsi ilə bağlı görəcəksiniz ki, orada biz özünü təqdim etməklə bağlı bir mətn parçası paylaşmışıq. Həmin o mətn parçası şifahi formada təqdim olunub. O mətn parçası
2023-də, 24-də müsahibə, yəni 25-də müsahibə mərhələsində iştirak edən müəllimlərə çox fayda veribdir. Hansı ki, biz onlardan çox mükəmməl bir geri dönüşlər almışıq müəllimlərdən ki, yəni bu özünü təqdim etmək çox mükəmməldir. Yəni mütləq digər belə deyim, müəllimlərə, müdavimlərə də özünü təqdim etməklə bağlı bu şablonu verin. Çox gözəldir, effektini gördük biz. Bax belə. Yəqin ki, hər şey yaxşı olar. Özünüzə inanın və böyük bir səylə, əməklə çalışın. Siz imtahan mərhələsini, o cür çətin bir mərhələni keçmisiniz və özünüzə inamınız hər zaman olsun və bu da geridə qalacaq. Yəni müsahibə mərhələsi də bir mərhələdir. Bu mərhələni də keçəndən sonra hər şey öz qaydasına düşəcək. Hələlik gələn görüşlərə qədər sağ olun.